Əziz xalqımız, mən də hamınızı salamlayıram. Bir Naxçıvan qızı olaraq həqiqətən də ürəyim durmadı. Mən uşaqlarım tanıyıram bir ikisini. Yəni Naxçıvandan 5-6 dənə qəhrəman gəlib də, igidlərimiz gəlib də bizim. Bəs ona buna nə bilim o üzdən iraqlara üzr istəyirəm hamımızdan. Ev tutursunuz, oteldə yerləşdirirsiniz, nə bilim cibinə pul qoyursunuz, əyninə başına alırsınız. 6 dənə Naxçıvan igidi gəlib, qəhrəmanı gəlib, fəxrlərimiz gəlib. Və niyə ona gedib köməklik göstərmirlər bəzi Naxçıvanlılar? Pullu Naxçıvanlılar. Valla mən kasıb qızam, yenə dediyim kimi o ikisini tanıyıram. O biləri tanımıram, elə bir ki tanımış kimi bir şeyəm. Problem yoxdur. Mənim yəni nə bilim qeyrətim qəbul eləmədi da, ürəyim durmadı Allah hamd olsun. Mən kasıb qızam, kirada qaram. Gələ bilirlərsə gəlsinlər, qalsınlar burada. Ya yemək bişirim, harasa gətirim. Quran hamd olsun. Nömrələri var idi, silinibdi məndən. Nuranənin də Allah köməyi olsun. 5 dənə, 6 dənə Naxçıvan kimi yerdən, Naxçıvan kimi torpaqdan gələn 6 dənə, 5 dənə də bilmədim. İgid gəlib, qəhrəman gəlib. Bir dənə Naxçıvan orada yorumda yazmış ki, hardasan qardaş, ya kartınızı atın, ya nə bilim gəl burada mənim evim var. Hamımızın bağ evinə qədər var. Niyə aparıb o gül kimi uşaqlardır da? Başa düşmədim. Narkoman dəyirlər, pozğun dəyirlər, hamısı ailəli uşaqlı, qeyrətli oğlanlarımızdır, fəxrlərimizdir. Nurjeni siz birinə zəng girib demirsiniz ki, gəlsinlər mənim evimdə qalsınlar və yaxud pul köməklik eləyim, getsinlər qalsınlar. Mən utandım bir Naxçıvanlı kimi, bunlar çörək yemib çay içməyiblər. Siz də hara baxırsınız? O bəzi genələn Naxçıvanlardan söhbət gedir.